Enzimologiya hər bir canlı hüceyrədə sintez olunan və müxtəlif kimyəvi birləşmələrin çevrilmələrini sürətləndirmək qabiliyyətinə malik olan zülal təbiətli bioloji katalizatorları, fermentlər və ya enzimlər adlandırılırlar. İrsi məlumatın reallaşdırılması, bioenergetika, biomolekulların sintezi və parçalanması kimi həyat fəaliyyətinin mühüm prosesləri məhz fermentlərin iştirakı ilə həyata keçirilir. Fermentlər bir sıra xüsusiyyətlərinə görə qeyri-üzvü katalizatorlardan fərqlənirlər. İlk öncə onu qeyd etmək lazımdır ki, fermentlər həddindən artıq effektiv təsirə malikdirlər və mülayim temperatur, yəni bədən temperaturu, normal təzyiq və neytrala yaxın mühitdə yüksək katalitik fəallıqla xarakterizə olunurlar. Məsələn, zülalın amin turşuları dəhidrolizi qeyri-üzvü katalizatorların iştirakı ilə, yəni güclü turşular və ya qələmlərin iştirakı ilə getdikdə, proses 100 dərəcə temperaturunda onlarla saat ərzində baş verir. Xüsusi fermentlərin iştirakı ilə həmin proses 30-40 dərəcə temperaturunda bir neçə dəqiqə ərzində başa çatır. Dəmir ionları sərbəst halda H2O2-nin parçalanmasını kataliz edirlər. Lakin katalaza fermentinin tərkibinə daxil olan həmin ferrum atomları 10 milyard dəfə daha effektiv təsirə malikdirlər və fermentin tərkibindəki dəmirin cəmi 1 mg reaksiyada iştirak edən qeyri-üzvü dəmir ionlarının 10 tonunu əvəz edir. Növbəti misal isə ureaza fermentinə aiddir. Ureazanın bir molekulu 1 saniyə ərzində 30 minə qədər silik cövhəri molekulunu parçalamaq qabiliyyətinə malikdir. Katalizatorsuz bu parçalama təxminən 30 milyon il ərzində başa çata bilərdi. Fermentləri qeyri-üzvü katalizatorlardan fərqləndirən ikinci xüsusiyyət odur ki, fermentlər üçün təsirin yüksək spesifikliyi xarakterikdir. Hər bir ferment yalnız bir reaksiya və reaksiyalar qrupuna kataliz etmək qabiliyyətinə malikdir. Qeyri-üzvü katalizatorlar üçün belə spesifiklik səciyyəvi deyildir. Fermentlərin mühüm xassələrindən biri də odur ki, onların hüceyrədəki fəallığı həm gen səviyyəsində, həm də metabolizm səviyyəsində müəyyən kiçik molekulu birləşmələr vasitəsilə tənzimlənə bilər və nəhayət, fermentlər termolabillik, fermentativ fəallığının mühüm pH-ından asılılığı kimi xassələrinə görə də qeyri-üzvü katalizatorlardan fərqlənirlər. Fermentlərin quruluşu, təsnifatı və xassələrindən bəhs edən elm sahəsi enzimologiya və ya fermentologiya adlanır. Artıq enzimologiya fiziki kimyəvi biologiyanın mühüm qollarından biri kimi çıxış edir ki, bu da fermentlərin praktiki əhəmiyyətinin getdikcə daha da artması ilə əlaqədardır. Belə ki, sənayeni, şərabçılıq, pivə bişirmə, spirt istehsalı, çörək bişirmə, pendir istehsalı, üzvü turşuların, çayın, amin turşuların, vitaminlərin və antibiotiklərin istehsalı kimi çoxsaylı sahələrində müxtəlif fermentativ proseslər tətbiq olunur. Tibbdə və kənd təsərrüfatında istifadə olunan müxtəlif fizioloji fəal maddələr, məsələn, dərman preparatları, bitkilərin boy stimulyatorları və s. maddənin mübadiləsinin bu və ya digər sözlə müəyyən fermentativ prosesə təsir etməklə onu stimullaşdırır və ya inhibitləşdirirlər. Məhz bu səbəbdən fermentlərin təsirinin qanuna uyğunluqlarının, eləcə də fermentlərin müxtəlif aktivator və inhibitorların təsirinin öyrənilməsi sənayenin müxtəlif sahələri üçün böyük əhəmiyyət kəsb edir. Bu da öz növbəsində fermentlərə olan elmi marağın daha da artmasına səbəb olur. Hal-hazırda fermentlərin tədqiqatı ilə məşğul olan elmi tədqiqat mərkəzləri fəaliyyət göstərirlər. Fermentlərin praktiki tətbiqi ilə əlaqədar olaraq ferment preparatlarının sənayesi adlanan yeni istehsalat sahəsi inkişaf etməkdədir. Onu da qeyd etmək lazımdır ki, ferment preparatlarının sənayesinin inkişafı bütövlükdə nəzəri enzimologiyanın nailiyyətlərindən asılıdır. Enzimologiyanın əsas problemlərindən biri müxtəlif bioloji obyektlərdən fəal ferment preparatlarının alınması üsullarının təkmilləşdirilməsidir. Bu problemin həlli sayəsində müxtəlif mənbələrdən alınmış fermentlərin quruluşunu öyrənmək və müqayisə etmək mümkündür. Bundan başqa enzimologiya fermentlərin təsir mexanizmini, fermentativ reaksiyanın sürətini və ona təsir edən amilləri də öyrənir. Ən çətin və maraqlı məqamlardan biri də canlı hüceyrədə fermentlərin sintez olunması və onların fəallığının tənzimlənməsidir. Beləliklə, fermentlərin tədqiqi biologiyasının istər fundamental, istərsə də tətbiqi sahələri, eləcə də katalizatorların, antibiotiklərin, vitaminlərin və xalq təsərrüfatı və tibbdə istifadə olunan digər bioloji fəal maddələrin istehsalı ilə məşğul olan kimyəvi,
qida və farmasevtik sənayenin əksər praktiki sahələr üçün böyük əhəmiyyət kəsb edir. Farmakologiyada əksər dərman preparatlarının təsiri onların fermentlərlə qarşılıqlı əlaqəsinə əsaslanır. Ümumi və molekulyar enzimologiyanın nailiyyətləri bu elmin yeni şaxəsi olan tibbi enzimologiyanın inkişafına təkan verir. Qidalanma haqda elm həzm sisteminin fermentləri təsiri ilə qida maddələrinin mərhələli parçalanmasına dair dəqiq biliklərə əsaslanır. İnsanın irsi patologiyaları ilə bağlı olan çoxsaylı problemləri məhz spesifik fermentlərin sintezinin pozulması və ya ümumiyyətlə sintez olunmaması ilə əlaqədardır. Hüceyrələrin böyüməsi və inkişafı, diferensiyasiyası, fizioloji funksiyaları, yəni hərəkəti, maddələrin nəqli, həyəcanlanma və tormozlama prosesləri və s. biokatalizatorların fəaliyyəti ilə müəyyən olunur. Beləliklə, akademik Braunstein qeyd etdiyi kimi, nəinki müasir biologiya, hətta tibb də enzimologiya dilində danışır.